Mənim həyatım çox maraqlı və çox qarışıq olub. Özüm Almaniyada doğulmuşam, Potsdam şəhərində. Atam hərbiçi idi. Hələ siz hərbiçilərə maşallah çox dəstək olursunuz. Sonra köçdük Rusiyaya, özü Dalnivostoka, uzaqlara, soyuq yerlərə. 14 il orada yaşadıq və 2004-cü ildə Azərbaycana gəldim. Çoxu heç bilmir ki, mən Azərbaycana gələndə 2004-cü ildə mən heç Azərbaycanlı normal danışa bilməyən insan idim. Yəni çox insanlar deyir ki, hardasa dil bariyeri var qalxmaqda, çox çətinliklər var da. Yəni mənim öz ana dilimi mən rahat danışa bilmirdim, yəni də çox şey başa düşmürdüm. Gələndə atam orada fermer idi, hektarlarla torpaqlar var idi, qida sektorunda yəni əsas işləyirdi, sahibkar idi. Sonra bura gələndə müflis oldu. Yəni o normal bir hadisə deyək də, çox vaxtı xaricdə gələn Azərbaycanı sonra yaşayan vətəndaşlar çox vaxtı müflis olurlar. Bilmirəm niyə nədən deyil, kimi tanıyıram. 10 nəfərdən 9-u elədi, təəssüflər olsun. Bəlkə də oradakı instrumentlər, işlər, oradakı addımlar, oradakı həyat prinsipləri burada işləmir. Bəlkə də burada başqa cürdə, ona görə. Hər neysə, atam müflis oldu, biraz çətinlik idi bizdə. O da çətinlik idi ki, indi mən 11-ci sinifi Azərbaycanda oxumuşam, o da oxumaq demək olaraq. Hazırlaşırdım əskəriyə getməyə, çünki hazırğa da nəsə qoydular məni, bir ay nəsə getdim güclə, sonra getmədim. Hazırlaşırdım həqiqətən əskəriyə getməyə falan. Dedi ya, imtahan verək də, yəni proba eləyək də, bu normal bir şeydir, bəlkə alındı, bəlkə bəxtimiz gətirdi, indi danışırıq, gülürük. Getdim imtahan verməyə. İmtahan getdim, verdim, nəsə yarısını yazdım, həqiqətən də biraz Rusiyada oxumuşam da, yəni də Rus sektoru idim. Bir yarısını yazdım, yarısını biraz orada düşdüyüm yer biraz xaos idi. Biraz istifadə elədim, köçürtdüm yarısını. İndi gülməm də gəlir, deyirəm ki, nə olacaq. Nəsə yazıram, çox belə pozitiv şəkildə gedirdi də həmənki proses. Neysə, qayıtdım və mama deyirəm, yazmışam, deyirəm, nə bilim, nəsə yazdıq da indi. Nə olacaq? Sonra nəsə, bilmirəm, hansı müddətdən sonra cavablar çıxır da. Cavablar çıxanda nəsə zəng elədilər mamaya, sinif yoldaşım. Görüm, mama ağlayır, telefon danışır, ağlayır da. İndi yadıma düşür, mən kövrəlirəm. Görüm, mama ağlayır, mama nə olub falan, deyir, bəs nədir?